Açıqdır 510 02 04 69 74 SMS ünvanımız açıqdır. Elə sizin SMS təkliflərinizi nəzərə alaraq bugün həkimi də onunla bağlı çağırmışam. Odur ki, nəzərə alaraq indi birazdan sualları ünvanlayacağıq. Amma mən sizə qonaqlarımı təqdim edeyim. Bugün həmişəki kimi bizim evimizin sahibəsi Ulduz xanım qonağımızdır və Ulduz xanım da bilirsiniz ki, fitoterapevtdir. Yəni bitkilərlə müalicə edən can həkimi. Bax belə, bunu mən fitoterapevt deyəndə siz görünür bəzi insanlar bilmirlər və yenə də mənə zəng gelib soruşursunuz. Hətta telefonumu da tapırsınız. Çox gözəl işləyirsiniz maşallah. Ulduz xanım fitoterapevtdir. Ondan sonra ikinci qonağımız isə terapevt və hepatoloq, yəni qaraciyər həkimi, həmçinin də can həkimi Tofiq Əkbərov qonağımızdır. Və Herbaflora şirkətinin nümayəndəsi Həkim Yalçın Məmmədov qonağımızdır. Hər biriniz xoş gəlmişsiniz. Mən belə təqdim eləməyimə təəccüblənməyin. Yəni, bu zənglərlə bağlıdır. Mən yolda, hətta evdə, hətta hansı bir yerdə oturmağımın asılı olmaraq, mən incimirəm bundan. Sadəcə olaraq tamaşaçılar müəyyən bir sözlərin görünür, fərqinə varmırlar. Məsələn, hepatoloq deyəndə bir qədər çaşqınlıq yaranır. Ona görə məcbur oldum ki, belə izahat verdim. Bizim isə sponsorlarımız haqqında məlumat vermək istəyirəm ki, sponsorlarımız Herbaflora şirkəti. 180-dən çox məhsul istehsal edən bu şirkət Azərbaycana məxsus olan bitkilərdən və meyvə tərəvəzlərdən yığım və çaylar hazırlayaraq insan sağlamlığına xidmət edən demək, müalicə vasitələri və qida vasitələri hazırlayaraq apteklərə çıxarılır. Bütün apteklərimizdə var. Yəni, Azərbaycanın hansı bir güşəsindən asılı olmayaraq hər yerdə var və hər yerdə Herbaflora şirkətinin məhsulunu soruşun. Qaldı 2 fitoklub haqqında demək istəyirəm ki, Herbaflora şirkətinin açdığı 2 fitoklub xüsusi bir sağlamlıq mərkəzidir. Yəni, əslinə qalanda istirahət mərkəzidir. Gedib orada istirahət eləmək olar. Həmçinin də Herbaflora şirkətinin məhsullarını topdan satış qiymətinə almaq olar. Bundan başqa 30 adda qida vasitələri, həmçinin də müalicə vasitələri sifariş vermək olar, orada yemək olar, qidalanmaq olar. Bunlar nədir? Məcunlardır, salatlardır, halvalardır və s. kimi xüsusi müalicə vasitələri qatılmaqla sizin diaqnozunuza uyğun olaraq demək, yeməklər hazırlanır. Bunu nəzərə alaraq məsləhət görürəm ki, elə ailəvi istirahət mərkəzi olan fitoklublara gedəsiniz. Telefonları xatırladıram. 012 561 85 01 012 561 85 01 və 012 492 23 46 və 012 492 29 53 isə Bənövşə Yaşıl aptekinin nömrəsidir. Bənövşə Yaşıl aptekinin nömrəsi 012 492 29 53-dür və bu aptek İçəri şəhərdə Neft şirkəti ilə üzbəüz qala qapısından içəri daxil olanda bax orada yerləşir. Xahiş edirəm, biləsiniz ki, Ulduz xanım da oradadır və həmişə də orada işləyir. Neçə illərdir də mən onu tanıyıram, elə gənc yaşlarımdan tanıyıram ki, orada işləyir, həkim fitoterapevt olaraq Bənövşə Yaşıl aptekinin yeri də heç bir vaxt dəyişilməyib. Bu belə. Qaldı bir ikinci sponsorumuz haqqında məlumat vermək istəyirəm ki, ikinci sponsorumuz isə Azərbaycana xaricdən gətirilən Enoantdır. Bir daha bunu vurğulayıram. Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Ukraynanın Krım vilayətində istehsal olunur. Özdə xüsusi fransız qara üzüm növündən, Cabernet Sauvignon qara üzüm növündən hazırlanır. Və bu qara üzümün toxumlarından hazırlanır. Bir çox xəstəliklərdə, o cümlədən hətta sağlam insanlar üçün qida vasitəsi olaraq həm də müalicə vasitəsidir. Bu, heç bir şəkər və su qatılmayan bir müalicə vasitəsidir ki, bundan sayıram nələrdə müalicə vasitəsi kimi yarayır. Məsələn, streslərdə, oksigen çatışmazlığında, bundan başqa yolxucu xəstəliklərdə, qaraciyərin bərpasında, diabetdə, ürəyin işimik xəstəliyində, ağciyərin iltihabında, bronxial asmada, oynaq ağrılarında, orqanizmin xüsusi fizioloji vəziyyətləri olan, məsələn, intensiv böyümə, hamiləlik, laktasiya və s. Enoant bir çox onkoloji xəstəliklərin qarşısını almaqda sizə kömək edir. Çünki onun antioksidant tərkibi C vitaminindən 15 dəfə güclü, qan plazmasının antioksidant təsirindən isə 30 dəfə güclüdür. Və Enoant demək olar ki, qida əlavəsi olaraq hətta sağlam insanlar belə
əsasən də biznesin adamları, iş adamları bundan istifadə eləsələr, o yorğunluq sindromu aradan qalxa bilər. Enoantın nömrələrini xatırladıram. 050 221 21 94 43, 055 233 20 00, 012 511 84 21. Bu nömrələr Enoantı xaricdən gətirən distributorun firmasının nömrələridir və bu nömrəyə zəng edib məni oradan soruşmayın, mən orada oturmuram. Bu nömrələr Enoantın nömrəsidir. Və Enoant artıq fitoklublarda var. Odur ki, fitoklubların nömrəsini xatırladıram bir daha. 012 561 85 01, 012 492 23 46 və 012 492 29 53 Bənövşə Yaşıl Aptekinin nömrəsidir. Bu nömrələrdən isə Enoantı soruşa bilərsiniz. Enoantı başqa yerdən soruşmayın. Space'in də nömrəsinə zəng eləyib Enoant soruşmayın. 510 0204 isə bizim verilişimizin nömrəsidir. Buyurun zəng vurun və 69 74 SMS ünvanımız da açıqdır. Buyurun zəng vurun. Mən isə bu günləri elə qonağımız Tofiq doktorun burada olmağından istifadə edib. İstəyirəm ki, Tofiq doktor, hepatitlərlə bağlı bu 2 həftə ərzində çoxlu suallar gəlib. Hepatit C, hepatit B və s. Ən çox da xəstələr narahatdırlar. Bunun diaqnostikası və müalicə olunması ilə maraqlanırlar və çox zamanda bəziləri deyir ki, İrana getdi və s. və s. Mən istəyərdim ki, buna bir aydınlıq gətirəsiniz və Azərbaycanda nə dərəcə bunun diaqnostikası mümkündür və nə dərəcədə bunun müalicəsi və müayinəsi aparılır. Buyurun. Hepatit qaraciyərin iltihabı xəstəliyidir. Yəni, törədicisindən təsir etioloji faktorundan asılı olmayaraq, bütün bu təsir faktoru qaraciyədə iltihab proses törədir və səbəbindən asılı olaraq virus mənşəli, otoimmun mənşəli, toksik, dərman və şüa mənşəli olmaqla təsnif olunur. Və adından göründüyü kimi bu təsnif olunan hər bir faktor, yəni alkoqol hepatitində əgər xəstəliyin törədicisi alkoqolsa, dərman hepatiti adətən uzun müddət revmatoloji, vərəm, yaxud psixonevroloji xəstələrdə uzun müddət dərman qəbul etmə nəticəsində baş verir. Hepatitlərin böyük bir qrupunu təşkil edir virus hepatitləri, hansı ki bu el arasında hepatit A, hepatit B, hepatit C ilə məlumdur. Hepatitlərin törədicisinə asılı olaraq, yəni hansı virusun törədicisinə asılı olaraq bir neçə növ vardır. Bunlardan biri hepatit A-dır. Hepatit A el arasında Botkin xəstəliyi, sağlıq xəstəliyi kimi tanınır. Bunun törədicisi virus A, deməli hepatit A virusudur. Bu xəstəlik adətən kontakt yolu ilə, yəni xəstədən ağızdan yoluxma ilə, yəni qab-qacaq yoluxmuş hepatit olan xəstə ilə kontaktda olmaqla baş verir. Digər növləri olan hepatit B, hepatit C, hepatit D, hepatit Y, bunlar isə qida qəbullə xəstə kontaktından keçmir. Bu xəstəliyin yoluxmasında birbaşa qan faktoru rol oynayır. Yəni qan ya da qan bulaşmış hər hansı bir vasitə ilə. Yəni hal-hazırda bütün dünyada bu virus yəni yaralardan filandan keçə bilər. Hə, yəni yaralardan keçə bilər, sonra cinsi yolla keçə bilər. Qan ki, belə deyək, yoluxmuş məsələn lap hətta bir ət belə götürək. Mədəsində bunun yara var, filan var. Bu qidanı qəbul eləyərsə yenə də yoluxa bilirmi belə bir şey? Yox, ətdən yoluxma çünki biz qida heyvan ətlər yeyirik. Heyvanlarda bu insana keçmir. Termik abrabot olunur. Yəni onlar keçmir. Bunun əsas yoluxma yolu qanladır. Mən bu sualları ona görə verirəm ki, bu tamaşaçıların suallarıdır. Yəni mən bütün bunlara cavab almaq istəyirəm ki, tamaşaçılar bir daha aydın olsun ki, necə. Və müayinə vasitəsi kimi? Müayinə vasitəsi, yəni hər hansı bir qaraciyərdən şikayəti olan xəstə, qaraciyər nahiyəsində, sağ qabı-altı nahiyəsində ağrıları olan xəstə hepatitdən müayinə oluna bilər. Yəni ilk növbədə xəstəyə hepatit diaqnozu qoymaq üçün xəstələr, deməli hepatit B, hepatit C üçün kart testi ilə analiz var, ifa analizləri. Həmən analizləri verir. Yəni həmən analizlər təxmini analizdir. Çünki həmən analizlərdə ola bilər ki, xəstədə xəstəlik olmadan da ola bilər, xəstəlik aşkarlana bilər ki, bu xəstə olmaq demək deyil. Eyni zamanda xəstə digər qarmalı dərmanlar qəbul edər, onda xəstə analiz verəndə həmin xəstə çıxmaya bilər. Xəstəliyin ancaq diaqnozu təsdiq eləməsi üçün bütün dünyada qəbul olmuş polimeraz zəncəvar reaksiyası deyilən bir analiz var. Həmən analiz verilir. Əgər həmən analizin, keyfiyyət analizində xəstədə müsbət çıxıbsa, biz yüzün-yüzə xəstəyə təsdiq edirik ki, bunda həqiqətən hepatit var.
Bəli. Gepatit B təsdiq olunandan sonra biz onu gepatit xəstəsi kimi yanaşırıq. Yəni həmən müayinələr, instrumental laborator müayinələri biraz da dərinləşdiririk. Yəni burada virusun miqdarını araşdırırıq. Virusun miqdarı nə qədərdir? İkinci, virusun bədənə düşmə müddəti haçan düşüb? İkinci, bədənə düşəndən sonra virusun qaraciyərdə fibrotik, sirotik dəyişiklik verib-verməyib. Çünki bu müalicə üçün çox önəmlidir. Yəni biz xəstənin müalicə götürməmişdən qabaq bunu araşdırırıq. Xəstədə fibrotik dəyişiklik var, yoxsa yox. Sonra yoxlayırıq xəstəliyi başqa orqanlara fəsad verib-verməyib. Bütün bunları araşdırdıqdan sonra xəstə müalicə götürülür. Yəni cəmaət, əhali arasında bir xof var. Yəni xəstəliyin sağalmaz olmamaq, yəni xəstə sağalmaz. Əslində qalanda burada üzr istəyirəm doktor, belə bir çıxmasın, etikadan kənar da çıxmasın. Burada bir həkimlərin də günahı var. Yəni niyə, nə mənada? Tamam, məsələn xəstə gedir, bizim insanlarımız tam bu barədə hamısı da məlumatda deyil. Gedirlər hepatoloq əvəzinə, tutaq ki, hansısa bir terapevtin və yaxud da ki, tamam digər bir başqa sahənin həkiminin yanına. O da indi hansı məqsədlərlənsə bu xəstəyə bir xof gəlir ki, ay belə oldu, ay belə olacaq, ay nə bilim nə olacaq. Bəlkə bunun müsbət tərəfi də var ki, xəstə bir canına düzgün yanaşar. Amma bir mənfi tərəfi də var ki, onda artıq sınma baş verir. Onun psixikasında sınma baş verir ki, bitdi, bu daha sağalmayacaq, mən məhv olmalıyam, ölməliyəm. Düzgün yanaşma deyil. Çünki gepatit C olan xəstələrdə biz müalicə verəndə onun nevroloji, psixi vəziyyəti nəzərə alırıq. Çünki müalicə özü xəstələrdə çox depression sindrom verir. Yəni ona görə xəstəlik xofa düşməyə ehtiyacı yoxdur. Xəstəlik bu xəstəlik nə qədər gümrahlıqla yanaşsalar, yəni xəstəliyi dərk eləsələr, müalicənin effektivi bir o qədər çox olar. Xəstəliyin, yəni bir başdan deyirəm ki, tam müalicəsi var. Təşəkkür edirəm. Elə bu cümləyə görə, yəni hepatit xəstəliyinin tam müalicəsi var və Azərbaycanda da bunu apara biləcək mütəxəssislər, şükür Allaha, var. Hətta müayinələrin də tam dəqiqliklə cavablarının alınmasına da kifayət qədər texniki vəsait və kifayət qədər də elmi potensial var. Mən bunu nəzərə alsaq, mən %100 deyə bilirəm ki, Azərbaycanda bu mütəxəssislər var. Sadəcə olaraq yerini bilmək və düzgün istiqamətlənmək lazımdır. Bizdə bir xəstəlik var, filan yerdə filan şey var, mən indi adını çəkmək istəmirəm. Hamı üzünü tutur ora, barmağını ağrıyan, barmağına tikan batan, nə bilim, ayağında bir balaca yara olan, qulağına nə bilim soyuq dəyib, hamısı üzünü tutur o tərəfə, gedir və sonra gəlir ki, bəs filan fəsaddan qayıtmışam. Əslində qalanda bilmək lazımdır. Müəyyən ölkələr müəyyən şeydə, məsələn, İsrail bilirik ki, bir dövlət kimi onkoloji xəstəliklərdə bir üstünlük təşkil edir, belə deyək bu gün. Məsələn, Türkiyə bu günləri ürək xəstəliklərində haradasa bir üstünlük, Almaniyanın digər bir üstünlükləri var. Hər bir ölkənin müəyyən bir sahədə ciddi nailiyyətləri var. Azərbaycanın da ciddi nailiyyətləri var və bu günləri bunu dünya tanımağa artıq istəyir, tanıyır. Bir şey qəbul etmək lazımdır. Yəni, gepatit C xəstəliyin müalicəsində həkimin fərdi yanaşması asılı deyil. Burada bütün dünyada qəbul olmuş standart müalicə var. Bəli. Yəni, xəstəlik araşdırılıb, tam araşdırılıb, yəni müalicə ediləmək səviyyəsinə çatandan sonra o standart müalicə var. Sadəcə standart müalicə kimi xəstəni araşdırmaq lazımdır. Xəstənin digər orqanlarının vəziyyəti. Məsələn, gepatit C-də biz o xəstəndə əsas böyrək vəziyyəti nəzərə alırıq. Qalxanvari vəzinin vəziyyəti nəzərə alırıq. Sonra qanın ümumi vəziyyəti nəzərə alırıq. Yəni, bunlar hamısı nəzərə alınıb, müalicə başlanılanda müsbət effekti alınır. Çox sağ olun, doktor. Mən istəyirəm ki, 2 telefonumuz var, onları qəbul edək və söhbətimizi davam edək. Çünki digər 2 həkimlər də hələ söhbətə qoşulmayıblar. Alo. 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 Bəli. Salam. Əleyküm əssalam. Qonaqlarınızı salamlayıram. Xanım, bizim verilişimizin canlı olduğunu nəzərə alın, vaxtımızı nəzərə alın, buyurun sualara keçək. Buyurun. Sizdən bir dənə şey xahiş edəcəydim. Mənim atamda palit əmələ gəlibdi, siqihlik hissəsində. Harada? Onu indi bir dəfə Bakıda əməliyyat olubdu, 5 dəfə də İranda. İndi onu biz Türkiyə çarə otlar istəyirdik ona. Bəli. Yəni, bitki müalicəsi ilə, istəyirsiniz fitoterapiya ilə müalicə olunsun. Şübhəsiz indi buna cavablandıracağıq. Bir də sizə bir sualım var. Buyurun. Bəli. Bir də o atamın prostat vəzi biraz böyüyüb, o bir də ona otlar istəyirdik. Oldu xanım. Aydın oldu. Təşəkkür edirəm. Təşəkkür edirəm. Biz bu arada reklamlara ayrılırıq. Reklamlardan sonra söhbəti davam elətdirəcəyik.